Xəbər verdiyimiz kimi, keçmiş Səhiyyə naziri Əli İnsanov prezidentin imzaladığı həbs sərəncamı ilə azadlığa buraxılıb. Onun həbsdən çıxarkən üzərində olan geyim sosial şəbəkədə müzakirə olunmaqdadır. Palto Valentino $3500, Şartlardini $350, Papaq Rockford $253 olduğu iddia edilir. Gəncədə yeni doğulan körpə ölüb. Qafqaz İnfonun məlumatına görə hadisə Gəncə şəhər regional perinatal mərkəzdə baş verib. Şəhər sakini 1997-ci il təvəllüdlü Zeynalova Azadə Novruz qızı dünən qız uşağı dünyaya gətirib. Səhər isə uşaq dünyasını dəyişib. Qadının yaxınları körpənin ölümündə həkimləri günahlandıraraq polisə şikayət ərizəsi ilə müraciət ediblər. Xəstəxanadan isə bildirilib ki, uşaq ölü doğulub. Faktla bağlı araşdırma aparılır. Azərbaycan Prezidenti İlham Əliyev Maçdağı qəsəbəsində 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən bu məqsədlə 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin bölgüsünün 1.19.12-ci yarım bəndində göstərilən vəsaitin 6.807.400 manatı Səhiyyə Nazirliyinə ayrılıb. Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin edəcək. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Prezident İlham Əliyev Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Sabir Məmmədova mənzil hədiyyə edib. Bu barədə unikal.org-a aktyorun özü məlumat verib. Bakıda gənc oğlan özünü dənizə atıb. Hadisə dəniz kənarı Milli Parkda qeydə alınıb. 1995-ci il təvəllüdlü Əziz Nəsirov özünü dənizə atıb. Hadisə şahidlərinin köməkliyi ilə Əziz Nəsirov xilas edilib. Faktla bağlı araşdırma aparılır.